Salam millət, hər vaxtınız xeyir. Necəsiz? İnşallah hər şey qaydasındadır. Deməli, bu günlərdən trek günüdür. Gedirik məşqə. Gələn ay inşallah iyul ayında Drive Show Bakunun tədbiri baş tutmalıdır. Və bilənlər bilir, bilməyənlər üçün deyirəm, Drive Show Baku tədbirində 3 kateqoriya olur, 3 sərgiləmə olur, belə deyim. Həm drift show olur, həm time attack olur, həm də show karlar olur. Və əlbəttə ki, motolar da olur da, show karlar içində motolar da var. Biz time attack kateqoriyasındayıq. Ona görə də bizə məşqlər lazımdır. Uzun sözün qısası. Axırıncı məşqlərdən ürək açıcı deyildi. Maşında çünki bəzi çatışmamazlıqlar var. Nə mənada çatışmamazlıqlar var? Hal-hazırda bu məsəl üçün maşın upgrade versiyasındadır. Amma intercoolerim stokdur. İndi gedirəm. Amma tərəddüd edirəm. Çünki ola bilsin ki, intercooler şeyləsin, adı nədir? Havanı çox isti ötürsün, sürdükcə əlbəttə ki, qızır hava və nəticədə maşın ola bilsin rejimə düşə bilər. Yəni turbonun təzyiqi aşağı düşə bilər. Amma düşməsə 21.5 PSI ilə bu da 14.33 bar edir səhv eləmirəmsə. Onunla inşallah düşürəcək. Yəni stok şeyindən 1.5 PSI yuxarıdır. O 1.5 demək şey ola bilər, məsəl üçün sizə ki, 1.5 nədir, amma o turbo təzyiq üçün o böyük bir şeydir. İndi baxaq, gedək. Maşında əlavə başqa şeyləri də elədim, nakladkaları dəyişmişəm, stok nakladkalar deyil, sport nakladkalar aldım və mənfi kamberin kimi verdik. İndi gedirik təzdən bir də test eləməyə. Kimlə gedirik? Əlbəttə ki, Rüfət qardaşımızla. Rüfət qardaş da qabaqdadır. Rüfət qardaşımızdır, Tayperi götürüb. O da bəzi dəyişikliklər elədi maşında. Belə deyim. Bunda kamber verdi, əsasən kamber veribdir, mənfi kamber. İndi o da test eləməyə gedir. Nə qədər verib, necə verib, onlar bizim nətər deyim, setupımızdır. Hələ ki, test aşamasındadır. Onları demirik nə qədərdir. Bu maşın çəkilsə qabağımızdan yaxşı olacaq. Belə heç bir şey. Gedək trasa, baxaq görək nə effekt verir. Maraqlıdır. Bir də onu vurğulayım ki, hal-hazırda yoldayıq. Bu günləri qonağım var. Time attack məşqdə dedim, səni biraz həyəcanlandıracağam. Çoxunuz tanısınız onu. Özünüz indi videonun keçidində görəcəksiniz kimdir. Çağırmışam, gəlir. Biraz onun başını oynatsın da. Maraqlı alınacaq məncə. Tayper çox qəşəng görünür. Qaradır. Amma bunların mavi rəngləri var. Çox super bir görüntüsü var. Rüfət qardaş əslində bunu satışa qoyubdur. Fikrində var limit edition almaq. O da sarı rəngdə olur. Bu da Qarabağ atlarımızın yanında ayağında hal-hazırda. O da sarı rəngdə olur. Hələ ki sata bilmir. Neçə ildə düzü qoyubdur, amma hələ ki sata bilmir. Burada da bir də Hyundai Enline. Bu şey mənim şeydə nədir? Trekdə mənim kateqoriyamda var. Buna göstərdim. Salam aleyküm. Aleyküm salam. Gedək bu günləri neyinirik? İnşallah. Hazırsan? İsmail. Onlar yavaş gəlirdi. Gedirik. Bəlkə buradan bir dənə start götürək. Boşunlar səni. Arzumuz ürəyimizdə qalsın, ha. Rüfət qardaşın diskləri ilə məndə eynidir ikisi də. Deməli millət, gəldik. Bakusun bu
necə deyim, bizim üçün trek sayılır. Bu da təlim mərkəzidir. Buradayıq. Qonağım deyirdim və bugünkü qonağım Orxan müəllimdir. Salam aleyküm. Xoş gördük hər Xoş gəldin Orxan. Xoş gördük. Super. Mən TikTokda falan canlı açanda bizim köhnə izləyicilərimiz var da. Həmişə deyirlər ki, niyə Orxandan video paylaşmırsan? Vurğuladım ki, yəni Orxanı bu yaxınlarda biraz həyəcanlandıracağam. Bəli. İndi çağırmışam Orxanı. Hələm bir qrup özüm trasda sürəcəm. Trasa baxım, maneələr varmı? Olur da xır falan tökülür eləyir. Birinci nəzərdən keçirdik. Ondan sonra Orxan qardaşı oturacağam burada. Aha. Yəni o bir dənə video var. Çiyan qaqaş oturur, deyir gedək. Gedəndən sonra ilk bir şey belə eləyir. Bildin hansı video? O tema eləyəcəm də. Burada iki maşınıq. Yenə də həmişə kimi takdir. Gəl belə eləyək də. Orxan getdi indi o tərəfə. Yaxşı. O getsin, gəlsin sonra danışarıq. Demək, bununla indi test edirik. Gəl izləyicilərə belə deyək də, maraqlı gəlsə bunlara. Yəni Orxanın üzərində qurulur bu video. Maraqlı gəlsə neçə like ya da yorum, nə qədər limit qoysan gəlsə, Orxanı oturacam Tayperdə. Tayper bundan da sürətlidir. Yox, gəl belə eləməyək də. Niyə? Qorxdun? Lazım deyil. Qoy hər bir görüm nədir bu. Yox da, həyəcanlı olsun da. Bax, getdi ona səsə var. Sən dinə, yaxşı. Mən beynimdə heç tutmamışam. Nə bilim mən. 1000 like deyək videoya. 1000 like. 1000 like gəlsə. 1000 like gəlsə, Orxanı oturacam Tayperdə. Mən getdi. Orxan indidən qorxdu. Oturacam Tayperdə. O 350 at gücüdür də. Bununla onun arasında bir 150-160 at gücü fərq var. Bu da böyük bir nəticədir. Orxanı orada bağırdacam. Orxanı demişəm. Can sağlığı. Getdi yürüşə, əsas məsələ. Görək bir dənə. Bir dənə indi Rüfət çıxsın. Çünki bir-bir giririk, 3 qrup sürürük. 3 qrupdan sonra maşını saxlayırıq. Həm tormuzlar soysun, həm də maşın biraz şey olsun. Ona kimi, məsələn, obsi maşın giririk. Super. Mən dəyişikliklər eləmişəm. Tormuzda naklatkalar da sport qoymuşam. Yəni, narahat olma. Amortizatörlər trek amortizatörləridir. Naklatkalar sportdur. Yəni, qorxusu yoxdur. Yəni, tormuz sistemində İnşallah yoxlayacaq. Ya Allah. Getdik. Kəməri tax. İlk öncə. Bir yavaşdan yuxarı gedəcəm. Yavaşdan yuxarı, aysa. Birdən-birə Rüfətlə bir dənə elə videomuz vardı. Rüfət özü qabağa çəkirdi. Rüfət özü sürəndir də. Daha o video şeyə düşmüşdü. Keşfətə düşmüşdü. Instagramda. Nə qədər izlənmə gəldin. Birinci hələlik ki, birinci trasda ancaq yolu çəkirəm. Burada oppanma yerləri var. O çox əməlli başlı op var. Hoppa. Qəşəng. %52 ilə pavorota yeri, sürət elə də yüksək deyil, yaxşıdır. Burada ən sərt döngə buradır. Ən çox vaxt itirilən yer oradır. Orada bir yarım saniyə uddun, çox qabağa gəl düşürsən. Yəni o çox böyük rol. Burada daşları özləri yerə atıblar. Ya, sürənlər gəlib düşüb ora şey eləyib də. Məncə təmizləsəydilər yaxşı olar. 63 saniyə. İndi artıq bax gödürük. Bu nədir Allah qaqaş? Qaqaş. Səni Allah, bu nədir?
birinci və axırıncı dəfə oldu. Qaqaş sən. Hyperə girməyəsən. Yox, bro. Sonra əməlli başlı adrenalindir. Bir var özün sürürsən, bir var qaqaş kimsə sürür. Allah and olsun. Qaşan. Qaşan. Söhəcə saxlayarsan. 47 saniyə. Ol. Yox, bro, yox, bu nədir ala? Allah and olsun, qaqaş. Yəni sağ tərəfdə oturmaq əməlli bildiyi gün, qaqaş, qorxuludur. Qorxuludur. Allah hə, sənə bir var, rahat. Özün sürürsən, qaqaş, tər bastım. Allah and olsun. Əməlli başdı. Yox, bir var özün sürürsən, qaqaş, bir var, qaqaş, kimsə sürür. Kimsə sürür. Allah, tam başqa hisslərdir. Ay belə. Ya. Orxan qardaş gəlir. Orxan qardaş biraz həyəcanlandırdıq. Gəlsin görək. Nətər idi? Vallahi bayaq öz videomda demişəm, burada təkrarçılıq olmasın. 200-dən getmişəm maşının içində. O his deyil. Yəni bu başqa hissdir. Bu başqa hissdir, bəli. Burada maksimal sürət 100-120 olar. 120, 130. Mən elə qalxdım. Hə. Hyperdə 180-də kimi qalxdım. 150-yə, 160-a qədər qalxdım. Rıfat, buradan aşağı düşəndə maksimum sürətin nə qədər olur? 140. Hələ deyirəm də o deyil də. Yəni düz trasda gedirsən, qorxmursan. Amma burada Bu başqa. bir pavorot burada, dəmirləri görsən, vahimə gəlir. İkincisi maşın tullanıb düşür. Orada bir vahimə gəlir. Orada betonları görsən, bir vahimə gəlir. Bir də ki o maşınların o şeyləri var, qara. Təkərlərin izləri. Bir də orada girirsən. Vallahi elə bir ki, yəni bir bax orada ən çox vahimələr gəlir. Ya indi demişik də daha ağızdan söz çıxıb da. İndi buna 1000 like gəlsə səni Hyperdə oturacaq. Yaxşı. Gör onda nə istəyirsən. Saxlayarsan da. Aha, tamam. Tamam. Belə. Yəni like atmayın. Və işte O şey eləyin, like atmayı yox, bizə şey eləyir də, oturun like'ların üstünə də Orxan da söz verib də, video var. Özümüzə rəva bilməyən şeyi başqasına rəva bilmir. Saxladıq sürüşü, çünki gördüyünüz kimi yağış yağdı. Bulud gəlib. Burada da əslində təhlükəlidir belə havada. Artıq asfalt islanmağa başlayır. Orada təkər yiyintiləri var, qırıntıları var. Onlar hamısı yağışlı havada sürüşkənlik yaradır. Ona görə saxlamışıq. Belə. Nəticəyə gəldikdə nəticələr hələ ki ürək açıcı deyil bizim üçün. Ona görə bu məşq xarakterlidir, məşq edirik. Ya Allah. Başladıq sürüşümüzə. Səhərdən saat 11-dən bəri sürürük, düzdür, saat indi 1-ə qalıb. Məndə yenə deyim, turbonun təzyiqi aşağı düşdü. İndi dedim, sürüm sizlər üçün də bir kruq sürüm, baxasınız. Getdik ya Allah. Bu hələm bir kruq elə belə sürürəm, təkərlər qızsın deyə. Buradan önce başlayırıq. Oha, Katuner uçtu. Nəsə. Yeniden başlayaq.
bugünkü günümüz belə qutardı. Maraqlı bir time attack məşqi oldu və əsasən odur ki, Orxan üçün çox maraqlı oldu deyə düşünürəm. Çünki özü də vurğuladı, videosunda da vurğulayır. İlk dəfə idi və təbii ki, düz yolda sürətli getmək ayrı və trekdə müəyyən bir sürətlərlə manevrlər eləmək isə tam başqadır. Bunun həyəcanı başqadır. Yəni videonu maksimum dərəcədə 1000 like-a çatdırın. Orxanı oturacağam Tayperin içində. Ondakı adrenalin təmiz başqadır. Ona görə buradan Orxanın da izləyicilərindən xahiş edirəm, öz izləyicilərimdən də xahiş edirəm. Like butonunu nəyi var köklənin, Orxanı biraz da həyəcanlandırar. Belə, özünüzə yaxşı baxın. İnşallah gələn ay möhtəşəm tədbir olacaq. Tədbirin vaxtı dəqiq olanda sizlərlə paylaşacağım. O tədbirdə görüşərik. Bizim isə hazırlıqlarımız o tədbirədir. Gedək biraz da hazırlaşaq ki, tədbirdə yaxşı nəticə göstərə bilək. Özünüzə yaxşı baxın. İnşallah görüşərik. Allah'a emanet olun.